arılarla bağlıdır növbəti sujetimiz. Belə ki, arılarda qışa hazırlıq artıq yekunlaşıb. Hazırda əsas məsələ isə arı ailələrinin mütəmadi nəzarətdə saxlanılmasıdır. Ekosistemin davamlılığında mühüm rol oynayan arıların bugünkü durumu, arıçılıqda mövcud problemlər və onların həlli yollarını əməkdaşımız Pərvanə Nəhmətqızı araşdırıb, gəlin izləyək. Lənkəranın əlverişli təbii iqlim şəraiti və zəngin florası arıçılığın inkişafı üçün geniş imkanlar yaradır. Rayonda 661 arıçı və 12 minə yaxın arı ailəsi mövcuddur. Hər il tonlarla bal və digər arıçılıq məhsulları istehsal olunur. Qışlama dövründə arılar nəzarətdə saxlanılır, yeşiklər yoxlanılır, yem ehtiyatı az olan ailələr üçün əlavə bal çərçivələri qoyulur. Arı təsərrüfatlarının birindəyik və yüzlərlə arı yeşikləri var. Qış ayları olduğuna görə gözə heç bir uçuş həyata keçirmir, çünki hava da nisbətən soyuqdur. Belə görünə bilər ki, bəlkə arılar qış yuxusuna gediblər, amma arılar elə canlılardandır ki, onlar demək olar ki, qış yuxusuna getmirlər. Bu da onların qış aylarında yem ehtiyatına, yəni sərfiyyatının artmasına gətirib çıxarır. Lənkəranlı arıçılar iqlim dəyişikliyi fonunda arı ailələrinin aktivliyinin artmasına diqqət çəkirlər. Hansı ki, aktivliyin artması bir sıra problemlərə, xüsusilə də varroa gənəsinin yayılmasına şərait yaradır. Arı çiçəyi tozu daşıyırsa, süfrə yetişdirir. Süfrə yetişdirirsə, bir növ orada varroanı, arıçılığa çox böyük ziyan vermiş, varroa gənəsini də inkubasiya eləmiş olur. Həm öz daxili enerjisini sərf eləyir orada süfrə yetişdirdiyinə görə, həm də bir tərəfdən də varroanı yetişdirir. Varroadakı arıçılığa çox ciddi ziyan vurur. Ümumi arı ailəsi hamısı izolyatördadır. Yəni, arı mövcudu bu saat yumaqdadır. Ana arını bu qəfəsə alırıq. Onun üçündür ki, bu gənənin öhdəsindən gələk. Həm yem məsrəfimiz azalsın, həm xəstəliklərlə mübarizə aparır, bu cürünə. Ana arılar izolyatorda olmayanda təbii ki, onlar başlayır yumurtlamaya, nəsli davam eləməyə. Nəsil davam eləyəndə həm xəstəliklər artır, həm gənəni nəzarətdə saxlamaya olmur, gənən mübarizəsini aparmaya olmur. Ötən il Cənub bölgəsində, o cümlədən Lənkəranda çoxsaylı arı ailələrinin tələf olmasının əsas səbəblərindən biri varroa gənəsinə qarşı profilaktik tədbirlərin vaxtında aparılmaması və keyfiyyətsiz dərmanlardan istifadə olub. Bəzən dərmanlar olur, keyfiyyətsiz olur, o olur. Məsələn, biz yenə də kontrol edirik. Yeşin altı buzuna çıxılır. Müalicə elədik. Məsələn, gənə müşahidə olundu, heç normal vəziyyətdə olmadı. Demək, 2 dəfədən sonra o dərman dəyişilir. Əsasən bizim istifadə elədiyimiz dərmanlar turşulardır. Gənc arıçıların təcrübəsizliyi, habelə körtəbii arı köçləri də bu sahədə problemləri artırır. Bizə çətinlik törədən, məsələn, yeni gələn arıçılardır. Çünki onların təcrübələri çox azdır. Onlar müəyyən işlər ki, var, görülməlidir vaxtında. Məsələn, biz bir böyük arıxananın müalicəsini aparmaq üçün həm sərmayə tərəfdən məsrəfimiz çox olur, həm də gördüyümüz zəhməti, necə deyərlər, başa çatdırsa belə, o yeni gələn arıçılar işə laqeyd yanaşdıqlarına görə, bu gənə mübarizəsini vaxtında aparmadıqlarına görə təzədən bizim arılar bulaşır o gənəyə. Arıçılığa ən böyük ziyanı vuran nizamsız arı köçləridir. Arı köçləri bu nəzarətə götürülməlidir və nizamlanmalıdır. Kim elə harda istəyirsə aparıb arı qoya bilməz. Çünki bir növ xəstəliyi, gənəni yaymış olur əraziyə. Yəni biz dərmanlama aparsaq da, mübarizə aparsaq da, yəni yanımızda bir yanlış ailənin yerləşdirilməsi, yanlış məsələn arıxananın yerləşdirilməsi, bir ərazidə yerləşən arıçılar birgə hərəkət eləməlidir, birgə mübarizə aparmalıdır. Daha bir problem isə kənd təsərrüfatında istifadə olunan pestisitlərdir. Bu cür kimyəvi dərmanlar ekoloji tarazlığa ciddi ziyan vurur. Xüsusilə də artıq miqdarda istifadə olunan pestisitlər birbaşa ərazinin biomüxtəlifliyinin məhvinə gətirib çıxardır. Kimyəvi dərmanlamanın arıların uçuş dövrünə təsadüf etməsi kütləvi tələfatlara səbəb olur.
pestisidlərdən çox istifadə olunur, həddən artıq. Bu da yəni canlıların bir növ təkcə arı deyil, bu təbiətdə yaşayan bütün canlıların ölümünə səbəb olur. Bu ekoloji tarazlıq, ümumi ekoloji tarazlıq pozulur bundan. Çünki təbiət bir-birini tamamlayır hamısı. Nəzarətə almaq lazımdır. Yəni pestisidlərdən istifadə nəzarət eləmək lazımdır. Ən azından ətrafda dərmanlama aparılanda arıçılıq təsərrüfatlarına xəbərdarlıq eləmək lazımdır ki, müəyyən müddət çünki təsərrüfatın müəyyən başqa bir əraziyə köçürsün. Arıçılığın inkişafı və mövcud problemlər aidiyyatı qurumun da diqqətindədir. Arıçı əgər öz arı ailələrini hər hansısa digər əraziyə köçürərkən ilk növbədə dezinfeksiya işləri aparmalıdır, xəstəliklərə qarşı mübarizə tədbirləri aparmalıdır. Arı ailələri tam sağlam şəkildə digər əraziyə köçürülməlidir ki, digər arı təsərrüfatlarına da ziyan vurmasın. Həvəskar arıçılardan da xahiş edirik ki, bir mütəxəssis olaraq onlar da bizim peşəkar arıçılardan və həm də Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin Baytarlıq İdarəsinin mütəxəssislərindən yəni maksimum istifadə etsinlər ki, arıçılıq təsərrüfatlarını yəni inkişaf elətdirə bilsinlər. Sonda bir daha onu vurğulamaq yerinə düşər ki, arıçılıq təkcə iqtisadi gəlir deyil. Çünki onlar təkcə bal istehsal etmir. Bitkiləri tozlandıraraq bioloji müxtəlifliyi, qida təhlükəsizliyini təmin edir. Bir sözlə, arılar dünyanı qoruyur.